I swear, guys, Azerbaijan is the land of cool buildings. Look behind me. Amerikalı səyyah Doug Bernard son illərdə Azərbaycan dövlətinin dəstəyi ilə ölkəyə səfər etmiş çoxsaylı blogerlərdən biridir. Bernard kimi blogerlər bir qayda olaraq təəssüratları haqqında tərif edici məzmun hazırlayır və sosial mediada paylaşırlar. I was invited on this trip as part of a sponsored tour to show you Azerbaijan, but I promise you everything that you hear from me in these videos is going to be my impressions, my true opinions. Dövlət Turizm Agentliyi öz saytında müxtəlif ölkələrdən blogerlərin səfərlərinin təşkili üçün tenderlər elan edir. Bu səfərlərin təşkili turizmi təşviq etmək məqsədi ilə əsaslandırılır və onlara milyonlarla manat pul ayrılır. Buna baxmayaraq Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur. Rəsmi statistikaya görə bu ilin ilk 4 ayında turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azalıb. İqtisadçı Zöhrab İsmail Toplum TV-yə bildirib ki, turist sayındakı azalma ölkə iqtisadiyyatındakı ümumi problemlərin tərkib hissəsidir. Onun sözlərinə görə hökumət turist cəlbi siyasətində də uğur qazana bilməyib. Hansısa bir ölkə turist cəlb eləmək istəyirsə, ilk növbədə viza məsələlərini asanlaşdırır, gediş-gəliş imkanlarını artırır, bunu əlçatan eləyir. Həmçinin turistlərin yerləşdirilməsi üçün otellər, istirahət mərkəzləri və s. Bu sahədə həm inkişafa nail olur, həm də burada rəqabət qabiliyyətli bir mühit yaradır ki, qiymətlər ucuz olsun. İqtisadçı quru sərhədlərinin bağlı qalmasının da turizm potensialını zəiflətdiyini deyir. Azərbaycan quru sərhədlərini 2020-ci ilin martında koronavirus pandemiyası səbəbi ilə bağlayıb. Cənubi Qafqazda Gürcüstan daha çox turistik ölkə hesab olunur. Burada turistlər gəlir, onların məsələn bir hissəsi Ermənistana gedirlər. Deyirlər, bura gəlmişik, 200 kilometrdə, buradan gedək görək bu gömrü necədir və s. Bura gedə bilirlər. Ancaq Azərbaycana gələ bilmirlər. Turizm yazarı Azər İsmail isə düşünür ki, bu il Azərbaycana səfər edən turistlərin sayının azalmasında əsas səbəb İranda baş verən müharibə və buna görə hava yolları şirkətlərinin uçuşlarını ləğv etməsidir. Lakin o da razılaşır ki, ölkədə ötən illərdə potensial turizm məkanları lazımi səviyyədə inkişaf etdirilməyib. Məsəl üçün, Nabran kimi potensiallı bir yer hazırda demək olar ki, baxımsız vəziyyətdə qalıbdır və orada olan otellərin əksəriyyəti və ya nə bilim pansionatların, sanatoriyanın əksəriyyəti əvvəlki populyarlığını tamamilə itiribdir. İnfrastruktur problemləri ola bilər burada. Türkiyə 90-cı illərin əvvəlindən Antalyaya böyük yatırımlar elədi. Burada kifayət qədər böyük bir infrastruktur yaradılıbdır. Həm aeroport tərəfdən, həm turizm xidmətləri, həm otellər və s. Eyni ilə də Gürcüstanda. Batumiyə böyük investisiyalar qoyuldu. Batumidə çoxlu yeni binalar tikildi, apartmentlər tikildi, otellər tikildi. Hətta oradakı apartmentləri xarici vətəndaşlara belə ipoteka şərtlərindən verdilər. Dövlət Turizm Agentliyi isə xarici blogerlərin səfərləri üçün maliyyə ayırmağa davam edir. Agentlik bu ilin fevralında ümumi dəyəri 6 milyon manatdan çox olan 12 açıq tender elan edib.